Yunan-Roma güləşi üzrə SSR idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin 90 illik yubileyinə əsr olunan turnirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himni səsləndirilib. Çıxış edənlər məşhur pəhlivan Nadir Ağayevin ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrdən söz açıblar. Bildirilib ki, bu cür turnirlər iri miqyaslı yarışlara sınaq xarakterə daşıyır və yığma komandaya namizədlərin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Nadir Ağayev turniri artıq 29 ildir, dalbadal keçirildi. Bu turnirdə Azərbaycanın bütün regionları iştirak edirlər. Eyni zamanda yığma komandanın üzvləri, yəni bu yarış keçirilir 16 yaşa qədər 200-dən çox idmançı iştirak edir. Turnirin təşkilində məqsəd məşhur pəhlivanlarımızın şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında güləşin kütləviliyini təmin etməkdir. Şadam ki, burada yeniyetmə idmançılarımızla bir yerdəyik və bildiyimiz kimi Nadir Ağayevin xatirəsinə keçirilən ənənəvi turnir artıq 30 ildir davam edir və hansı ki biz də vaxtilə bu yarışda güləşmişik və buradan artıq ölkəmizi, millətimizi xarici arenalarda təmsil etmişik. Ümid edirəm ki, bundan sonra da burada iştirak edən idmançılar bizdən estafeti geri alacaqlar və millətimizi, xalqımızı bizdən də yaxşı təmsil etməyə çalışacaqlar. Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda Respublikanın rayon və şəhərlərindən 22 komandanın tərkibində 200-ə yaxın yeniyetmə güləşçi qüvvəsini sınayıb. Bugün çempion oldum, birinci yerlə etdim. Lokomotiv komandasından 1-2 güləşdim, utdum onu. Təşəkkür bildirirəm öz müəllimlərimə, İcran Şərifov, Tarih Şabilov çox əziyyət çəkib üstümdə və mən yarışıram çünki gələcəkdə mən Avropa, dünya və Olimpiya çempion olmaq üçün 71 kilo dərəcəsində yarışda iştirak elədim. Allah şükürlər olsun, qızıl medal qazandım. Yarış çətin keçdi, yaxşı keçdi. Şükür Allaha qalib gəldim. Buradan valideynlərimə, müəllimlərimə, üstündə əməyə əziyyət olan hər bir kəsə dərin təşəkkürlərimi bildirirəm. Ənənəvi Respublika turnirində hər il iştirak edirdim, bu il də iştirak elədim. Şükürlər olsun ki, çempion oldum. Mənim arzum budur ki, qıraq ölkələrdə, turnirlərdə, Avropa çempionatlarında qızıl medal gətirim, ölkəmdə təmsil edeyim. Yarışda fərqlənən idmançılara diplom və medallar təqdim olunub. Keçin ora. Keçin. Təbrik ediyorum.